kompleks eləmirdim. Sadəcə fiziki olaraq əziyyət çəkirdim. O əziyyətin nəticəsində də qərara gəldim ki, başlamaq lazımdır. Bir də ki, bax, yeni ili indi müasir dövrdə ailələr ya rayonlarda, ya da ki, şəhərimizin də gözəl məkanları var, restoranlar və s. ailə ilə gedirlər, amma yəni adətən evdə qeyd eləmirlər. Biz bir çoxları təbii ki, böyüklərimiz və s. həmişə evdə qeyd edərdilər. Bax, belə bir ifadə işlətmək istəyirəm. Münasibətiniz necədir? Yəni sizə görə indi daha yaxşıdır, yoxsa elə ocağa yığışan insanlar daha yaxşıydı? Bir mənalı şəkildə mənə görə və bunu müdafiə eləməyə də hazıram, indi daha yaxşıdır. Nəyə görə? İnsanlar adətən keçmiş dövrlərdə xatırlayarkən ən yaxşı xatirələrini olan şeyləri xatırlayırlar. Və daha çox yaşlı insanlar cavanlıq müddətində olan bir şeyi xatırlayırlar. Əslində onların nostalgiya yaşadıkları şey onların enerjili olmaqlarıdır, güclü olmaqlarıdır, gözəl olmaqlarıdır. Şuur altından onlara hər hansısa bir hadisə içdiyi kompot deyək ki, orada bir yolkanın işığı var idi, o xoş gəlir, belə bir xatirə kimi yansıyır, şuur altından süzülür gəlir. Bütün parametrlərdən götürsək çox materialistik olacaq. İndiki dövr Azərbaycanın deyərdim ki, ölçülə bilən, yəni ki, Nadir Şahdan bu günə ən daha yaxşı dövrləridir. Yaxşı, onda dekabrın 31-i neyinirsiniz? Haradasınız? Axır gəlib çatdıq. Yəqin ki, evdə olarım. Axırda bu cavab lap mükəmməli oldu, əsasən bu əsaslardan sonra. Hər bir halda indi yeni ildir. Yəqin ki, ən əziz insanlarla, çox istədiyimiz insanlarla keçirəndə ürəyimiz açılır. Birinci növbədə bunu qeyd edə bilərəm. Sonradan artıq məkanda seçmək olur. 055-203-1103 WhatsApp nömrəmizdir. Bir daha qeyd edirəm ki, sənədsiz evlərdən və qaçırılan gəlirlərdən danışırıq. Sizin də suallarınız olsa əlbəttə ki, ünvanlaya bilərsiniz bizim qonağımıza. Firdevsi bəy, gəlin ilk olaraq sənədsiz evlərin nə olduğunu izah eləyək və onların sayına toxunaq. Nə qədər sənədi olmayan ev var? Burada bir sənədsiz ev o deməkdir ki, ev faktiki olaraq var. Onun çıxarışı, mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Müxtəlif sənədləri olmuş ola bilər. Məsəl üçün, katastrı yerləşdiyi yerdə mülkiyyət hüququnu isbat edə bilməyən bələdiyyə sənədi olmuş ola bilər. Bunun əslində tam sənədsiz deyil bunların bir çoxu. Sadəcə mülkiyyət hüquqları yoxdur. Artan mənzil, ev tələbatı, qanunlar bunu, belə deyək də, qarşılaya bilmirlər, öhdəsindən gələ bilmirlər. Onun üçün də müxtəlif ərazilərdə, zəbt olunmuş ərazilərdə, kənd təsərrüfat təyinatlı ərazilərdə, hətta bəzi hallarda yüksək gərginlik elektrik xətlərinin altında, magistral neft kəmərlərinin ərazilərində tikilən fərdi evlər, ha belə, diqqətdən qaçırdığımız bir nüans da var. Artıq yaşayışa təhvil verilmiş, yaşayış olan, çox mənzilli yaşayış binaları var ki, bunların çıxarışları da verilmir. Bu da bu kateqoriyaya aiddir. Bunların dəqiq sayı məlum deyil. Ümumiyyətlə, sənədli evlərin də dəqiq sayı bizə məlum deyil. Belə bir araşdırma elədik təşəbbüsümüzlə ki, bunun sayına hardan çata bilərik? Dəqiqə ən yaxın məlumat isə Azərişıqdan əldə edə bildik. Onların da əhali abonent sayı ən azından ictimaiyyətə məlum deyil. Bunu da araşdırdıq. Sadəcə olaraq 10 il əvvəl verdikləri proqnoz var idi ki, abonent sayımız 2.9 milyona çatacaq. Biz buradan abonent sayını əhali üzrə 2 milyon 1 milyon 750 min olaraq götürdük. Yəni 2 milyona çatacaq deyirdilər. 1 milyon 750 min olaraq götürdük. Bunların içərisində həm ən lüks rezidansda olan mənzil də var, villalar da var, yataqxana otaqları da var, sənədsiz evlərdə hər cürə mənzil, ev mövcuddur bu sayının içərisində. Amma yenə də tam olaraq dəqiq təbii ki, bir qeyd apara bilmirik ki, baxın, sənədi olmayan evlər nə qədərdir? Çünki heç sənədi olanları da bilə bilmirik. Təqribi hesablanma var ki, 500 mindən çoxdur, 500-550 min arası sənədsiz, yəni mülkiyyət hüququ olmayan ev və ya mənzil var.
Növbəti sualım yeri gəlmişkən biraz uzun olacaq. Bax Firdovsi bəy, sənədsiz evlərin tək ilkin qeydiyyatından dövlət hazırdakı qiymətlərdən hər evdən çıxarış və texniki pasport üçün 125 manat rüsum ala bilər. Bu isə təxminən 60 milyon manat pul deməkdir. Hələ alınan xidmət haqqını da yəni biz demirik. Bu dəfələrlə çox olacaq. Sizdə hansı rəqəmlər var? Belə bir hesablama apardıq ki, deməli, bu sənədsiz evlərin, İlham bəy, hamısının sənədləşdirilməsi mümkün deyil, hətta lazım da deyil. Çünki bunun içərisində mübahisəli ərazilər var. Kimsə kiminsə ərazisini zəbt eləyib. Yəni ona əlbəttə sənəd vermək vətəndaşın digər vətəndaşların mülkiyyət hüququnu pozur. Və ya neft kəmərlərinin mühafizə zolağında tikilmiş, onun 2-3 addımlığında tikilmiş evlər var. Və ya gərginlikli xətlərin altından keçən var. Bunlara bir sənəd verdikdən sonra isə bu insanların burada mülkiyyət hüququ yaranarsa, onlar elə orada da qalacaq. Oradan çıxartmaq olduqca bahalı bir prosesdir. Çox bahalı bir prosesdir. Burada yanaşma belə olmalıdır ki, bu 500-550 min arası mənzilin nə qədərini sənədləşdirmək olar. Burada söhbət hardan gedir? Ən asan, zəif bənd deyək. Burada odur ki, kənd təsərrüfat təyinatlı torpaqlar var. Vətəndaşın bu torpağın üstündə mülkiyyət hüququ var. Çıxarışı var. Orada yazılır ki, kənd təsərrüfat ərazisidir. Amma burada ev tikib. Nümunə olaraq deyim ki, Bakı ətrafında Binə qəsəbəsi. Bizim 4 respublikamız var. Birinci respublika 18-ci ildə qurulub. İkincisi Komünist Azərbaycanıdır, daha sonra Azərbaycan SSR-idir, indi isə 4-cü respublikanı yaşayırıq. 2-ci respublika dövründə 20-ci illərdə Binə kəndinin ərazisi örüş olaraq müəyyənləşdirilib. Hal-hazırda orada 80 minə yaxın xanə var. İki çıxış yolu var. Ya hal-hazırda dəyəri 20-25 min manat olan sotu və 80 minə yaxın xanənin olduğu evi sökək, orada qoyun saxlayaq ki, qoyuna nə qədər yararlıdır oradan söküntüdən qalan torpaq, o da ayrı bir sualdır. Variant 2, səlahiyyət sahibi yoldaşlar bir neçə günlərini ayrılırlar. İlk növbədə bu Bakı ətrafında, Abşeronda, Gəncə şəhəri ətrafında, böyük şəhərlərin, rayon və şəhərlərin mərkəzinin ətrafında faktiki olaraq hər tərəfi məskunlaşmış ərazilərin təyinatını dəyişirlər. Olur, yaşayış təyinatlı. İlk növbədə kimin ki çıxarışı var, kənd təsərrüfat təyinatlı. Onlar yaşayış təyinatlı torpaq çıxarışını alır, daha sonra gedir üzərindəki evə müraciət edir. Əgər ev standarta uyğunsa, onu da çıxarışını alır. Bu çox rahat bir prosedurdur. Bunu nəhəng bir rəqəmə qarşı mübarizə aparmaqdansa asandan çətinə doğru gedək. Hara qədər gedə biliriksə gedək. Təklifimiz bundan ibarət. Daha sonra ləğv olunmuş dövlət müəssisələrinin əraziləri var. Məsəl üçün, hansısa savxozun, Binə südçülük savxozu, Abşeron bağlar idarəsi artıq ləğv olunub. Onun da varisi hansı dövlət qurumudursa, hərrac keçirsin, artıq orada yaşayış var. Yəni, o rentabelli deyil. Bir statistika deyim ki, sizə, kənd təsərrüfat təyinatlı deyirik. 1 hektar torpaqdan hardasa 750-800 kiloqram, səhv edirəmsə, tamaşaçılar düzəltsinlər, un məhsulu əldə eləmək olur. Amma 1 hektar ərazidə isə təqribən 80-100 arası insan yaşayır. Birinin iqtisadi faydalılığı, digərinin isə sosial faydalılığı. 700-800 kiloqram un isə yetişkin bir Azərbaycanlının, 20 Azərbaycanlının bir illik rasyonudur. Digərinin sosial faydalılığı birinin iqtisadi faydalılığından qat-qat üstündür. Odur ki, qərar verilir, özəlləşdirilmə keçirilir. İlk öncə orada kim yaşayırsa, hərracda onlara təklif olunur ki, bu ərazini alın. Belə asant hissəsindən başlayaraq çətinlərə doğru gedirik. Daha sonra vətəndaş digərinin ərazisini zəbt edib, artıq orada yerləşib, digəri yaşlaşıb, yenə də bir üçüncü tərəf qiymətləndiricilər, burada qiymətləndirici faktorundan intensiv istifadə etmək lazımdır. Ki, üçüncü tərəf qiymətləndiricilər gəlir, ərazini qiymətləndirilir, faktiki orada yaşayan yoldaşdan tələb olunur ki, bu torpaq ərazisi boş olmuş olsaydı, qiyməti budur, sizsə bunu zəbt eləmişsiniz. Zəhmət olmasa onun halallığını alın, belə deyək də, hamı başa düşsün. Ödənişini eləyin, hamı şad xürrəm çıxarışlarını alsın. Bu problem
birinci növbədə orada yaşayan vətəndaşlara böyük zərərdir. İkinci növbədə dövlətin özünə. Baxın, bəzi hallarda məmurla dövləti qarışdırırıq. Dövlətə zərərdir. Nəhəng rəqəmlərdə zərərdir. Burada ələ alacaq olsaq, bu prosedurla 500 mindən bir az çox mənzilin 400 minini sənədləşdirək, legallaşdıraq. Bu əldən çıxan hansı faydadır desək, bu 30 il, son 32 əvvəl daha uzun dövr, bugünkü tariflərlə bir hesablama apardıq. Bələdiyyə vergisi hər evə illik 70 manatdan götürsək, 840 milyon toplamadığımız bələdiyyə vergisidir. Bu evlərin, 500 mindən bir az çox evin, 50 mini icarədə olmuş olsa və qiyməti 400 manatdan icarədə olmuş olsa, bunun 14, yəni 30 ilə çevirsək, 14% ödəmə mənbəyindən vergi almış olsaydıq, 1 milyard 80 min manat yəni pulunu əldən çıxmış. Vergi bu dövlətin halal puludur, vergidir. Bu ordu deməkdir. Yəni belə etsəydik bir çıxardacaqdıq o pulu. Bayaq ki dediyiniz rəqəmdən artıq da belə. Əlbəttə ki. Daha sonra burada notarial xərclərdir, rüsumlardır, alqı-satqılar zamanı. Bu evlər müxtəlif vaxtlarda var olduğu dövrdə alınıb satılırsa, ortalama 9 minə yaxın müxtəlif rüsumlar, vergilər hesablasaq hər ev üçün. Niyə görə 9 min? Bir evdə deməli qanunvericiliyə görə uzun müddət yaşamayıb, qeydiyyatda olmayıb, onu satdıqda kvadrat metrinə görə rüsumlar ödənilir. 3.6 milyarda qədər, maksimum 3.6 milyarda qədər. Bu xalis dövlətin və onun qurumlarının, rəsmi qurumların xalis mənfəətidir. Burada başqa bir maya dəyəri yoxdur. Kağız-şuğuzdur, maaşlardır, belə bir şeylərdir. Və hər ev 50 manatdan sığortalanmış olsa, İlham bəy, 400 min ev 30 ilə çevirsək, bu sığortada toplanmayan ciddi bir 600 milyonluq bir məbləğdir. Baxın, bu nə deməkdir? İmişli rayonunda, Kürqırağı rayonlarda sel, daşqın oldu. Şamaxı rayonunda, Ağsu rayonunda zəlzələ oldu, xatırlayırsınız da. Vətəndaşlarımız haqlı olaraq 4 əllə nə dedilər? Dövlət bizə kömək eləsin. Düzdür? Haqlı olaraq 4 əllə dedilər. Onların böyük əksəriyyətinin sığortası yox idi. Bilirsiniz niyə yox idi? Çünki sənədi yox idi. Müvafiq qaydalara uyğun keçirilməyib. Əgər elə olmuş olsaydı, biz hamımız vətəndaş olaraq, 10 milyon insan olaraq, elə bilin ki, dövlətin pulu, axı dövlət bizimdir, dövlətin pulu da bizim pulumuzdur. Əlbəttə, dövlət də vətəndaşını çöldə qoya bilməz, bunun evini təmir eləməyə başlayır. Kimin pulu ilə təmir edir? Sizin puluna, mənim pulumuzla. Yəni, bu problemlər tək sadəcə əldən çıxan fayda deyil, həm də ki, beləncik bu şəkildə olan negativ hallar yaradır. Ha, belə ciddi şəkildə kölgə iqtisadiyyatı yaradır. Qanunsuzluqlar yaradır. Əyri oturub düz danışaq. Mən durub desəm ki, ay bunu görməyiblər, nə tərsə olub, necə olub bu 550 min ev tikilib, nə tərsə olub, heç kəsin xəbəri olmayıb desəm, yəqin ki, gülərlər, yəni ki, ən sərt tənqidi eşidərəm. Bir evi inşa etmək üçün, həyət evini inşa etmək üçün ən tez 5 ay, orta müddətdə isə il yarım müddət tələb eləyir. Ki, hara baxırdıq bu müddət ərzində? Yəni, haqlı sualdır, hara baxırdıq? Yeri gəlmişkən, bax, davam eləyəcək, çox maraqlı söhbətdir əslində. Elə bir faktor ortaya gətirirsiniz, həm də elə misallar və həm də elə təkliflər verirsiniz ki, baxırsan ki, doğrudan da belə eləmək olar da. Dinləyici, sizi diqqətlə dinləyən dinləyici deyir ki, deməli, salam, sənədsiz evlərdə məncə pasport qeydiyyatı əsas götürülməlidir. Yəni, dövlət tanıyıb, ora ünvan verib, sayğaclar qoşub. Hansında bunlar varsa, onlara sənəd verilməlidir. Bax, belə bir fikir bildirib. İndi buna da sizin fikriniz təbii ki olacaq reklamdan sonra əziz dinləyicilər. Siz də suallarınızı və fikirlərinizi yaza bilərsiniz. Ola bilsin ki, hansısa məqamda Firdovsi bəylə razı deyilsiniz. Bunu da açıq-açığını yazın. Bəlkə Firdovsi bəydən də daha gözəl təklif nəsə ola bilər. Düzdür, inanmıram buna, nə yalan deyim, amma hər halda yazın 055 203 11 03 WhatsApp nömrəmizə. Biz davam edirik dinləyicilər və
Yazan bir dinləyici var idi. Yazmış da salam, sənədsiz evlərdə məncə pasport qeydiyyatı əsas götürülməlidir. Yəni dövlət tanıyıb ora ünvan verib, sayğaclar qoşub, hansında bunlar varsa onlara sənəd verilməlidir. İndi Firdovsi bəy buna cavab olaraq nə deyəcək? O da maraqlıdır. Çox doğru məqamı qeyd eləyib. Gözəl ipucudur. Bayaqları diqqət elədinizsə, mən dedim ki, həqiqətə yaxın məlumatı Azərişıqdan tapdıq. Çünki axı elektrik verir. Bəli. Belə dinləyicimizin sözünə qüvvət, belə bir şey deyim. Balkan ölkələrinin birində adını səhv eləyə bilərəm, ya Albaniya ilə Serbiya idi. Belə bir şey olmuşdu. Bu arada biz də eyni konvensiyaların tərəfdarıyıq. Bənzəri situasiya keçmiş kommunist bloku, Varşava bloku ölkələrində müşahidə olunur. Sənədsiz evlər, elektrik, su, qaz, bu cür kommunal xidmətlər verilir. Vətəndaşlar ora çıxarış tələb eləyəndə o ölkələrdə çıxarış verilmir. Onlar yerli məhkəmələri uduzub, yerli məhkəmələrdən Avropa İqtisad Məhkəməsinə müraciət edirlər. Avropa İqtisad Məhkəməsinin çıxartdığı qərar bilirsiniz nə olur? Əgər monopolist qurumlar, yəni burada negativ anlamda deyil, çünki elektrikdir, qazdır, bu cür kommunal xidmətlər monopolist qurumlardır. Yəni mən bu gün sizdən xoşlanmıram, Azərişıqdan yox, İngiltərə İşıq İdarəsindən elektrik ala bilmirəm, düzdürmü? O mənadadır bu sözə şərh gətirim. Müqavilə bağlayıb kommunal xidmətlər satırsa, dolayısıyla dövlət adından satır və dövlət neynir? Onun mülkiyyət hüququnu tanıyıb və qərarla bu vətəndaşların mülkiyyət hüququ tanındı və presedent yarandı. Kütləvi şəkildə gələn müraciətlərə bir baxılmadan vətəndaşların lehinə qərar verildi. Əslində dinləyicimiz çox doğru bir şeydir. Universal hüquqda, beynəlxalq hüquqda haqlıdır. Yəni razılaşırsınız bu məsələ ilə. Maraqlıdır və istəyirəm ki, digər dinləyicilər də qoşulsun bu söhbətimizə. 055-203-1103 WhatsApp nömrəmizə siz də yazın. Deyir, hər şey bir kənara bu sənədli və sənədsiz evlərdən də əlavə. Bax, fermerlər var ki, onlar çalışırlar, əkin-biçin edirlər və sözsüz ki, onların da bizim iqtisadiyyata böyük təsiri var. Və biz də onlara təsir göstərmək istəyirik. Prior Leasing şirkəti var ki, fermerlərə müxtəlif kənd təsərrüfatı texnikalardan çox sərfəli şərtlərlə təklif edir və dünyaca məşhur New Holland, Landini, Lovell, McCormick kimi brendlərə məxsus traktorlar və kombaynlar fermerlərə təqdim olunur. Bundan da əlavə İsveç brendi Weatherstad kimi bir texnika ilə bir neçə işi görə bilən kombinləşdirilmiş aqreqat brendi də ekskluziv olaraq bu il priorda var. Yəni fermerlərə demək istəyirik ki, köhnə texnikaları ilə kənara artıq qoysaz yaxşıdır və əlbəttə əkin biçini daha məhsuldar, daha həmçinin tez bir şəkildə etmək istəyirsinizsə, müasir texnikalara müraciət eləyin. Bu texnikaları 60 ayda faizsiz leasinglə əldə edə bilərsiniz Prior Leasing şirkətindən. Yeri gəlmişkən Azərbaycanda 20-dən çox satış nöqtəsi də var. 858 qısa nömrəsi var ki, əlaqə saxlayıb ətraflı məlumatı ala bilərsiniz. West Hospital tam müasir və yeni tibbi texniki bazaya malikdir və pasientlərə ən üstün tibbi xidmətləri göstərir. 20-dən çox tibbi şöbəsi var, təcili və təxirə salınmaz yardım və klinik laboratoriya xidmətləri də mövcuddur. Tibbi şöbələr çoxdur, müasir standartlara cavab verən cihazları da fəaliyyət göstərir. Respublika ərazisində xəstələrin nəql olunması, ünvanda təcili və təxirə salınmaz tibbi yardım, ünvanda laboratoriya xidmətləri və ünvanda orta tibb işçisi xidməti də var. Qısa nömrə ulduz 7606. Inline su filtrlərindən mən razıyam, istifadə edirəm, sizə də məsləhət görürəm. Ailənizə, evinizə, uşağınıza lazım olacaq bir şeydir və əlbəttə ki, bəzən bir su içirik, amma bilmirik içində nələr var, mikroskop yox və yaxud hər hansı bir cihazla heç bir şeylə müəyyən edə bilmirik tam olaraq ki, bu su sağlam sudur, həqiqətən bizim bədənimizə getdikdə heç bir fəsad yaradacaq, yaratmayacaq bilinmir. Inline su filtrindən istifadə eləsəz və suyu o filtrdən keçirsəz, artıq bundan əmin ola biləcəksiniz. Ətraflı məlumatı elə internetdə harda yazsaz elə birinci inline su filtrləri çıxacaq. Onlara da təşəkkürümüzü bildiririk.
Biz söhbətimizə davam edirik yeri gəlmişkən. Daha bir sualımız nədən ibarətdir? Bax, bizim proqramda dövlət qurumlarından qonaqlar gəlib, Firdovsi bəy, və onlar deyirlər ki, əslində bunun üzərində yəni doğrudan çalışmalar çoxdur. Məsələn, son 2 il yarımda sənədsiz obyektlərin qeydiyyatı üçün şərait yaradılıb. Yəni bu il bu fərmanın müddəti bitir. Amma qeyd edək ki, obyekt sahibləri çox aktivlik göstərmədi. Yəni evlərlə bağlı belə bir problem yaşanmayacaq ki, nə düşünürsünüz? Bilirsiniz necədir? Bu nadir məsələlərdən biridir ki, dövlət başçısı səviyyəsində bu rəqəmlər 2 dəfə səsləndirilib. Publik qaydada. Kim bilir, qapalı iclaslarda cənab prezidentimiz neçə dəfə bu məsələni səsləndirib ki, bunu həll eləyin. Burada problemin kökü bilirsiniz hardadır? Biz Şəhərsalma Arxitektura Komitəsindən tələb edə bilmərik ki, nə üçün vergi toplamaları belə intensiv deyil, vaxtında deyil. Biz vergilərdən tələb edə bilmərik ki, nə üçün arxitektura tələblərinə uyğun verilmədi. Yəni, bunlar müxtəlif qurumlardır. Hərəsi öz işini ayrı-ayrılıqda yaxşı da görmüş ola bilər, pis də görmüş ola bilər. Mərkəzi bir qurum yoxdur deyə. Mərkəzi bir qurum yoxdur deyə. Məsələn, qardaş Türkiyə Respublikasında olduğu kimi Ətraf Mühit və Şəhərsalma Nazirliyi, Çevrə və Şəhərcilik Bakanlığı yoxdur deyə ayrı-ayrılıqda hətta onlar doğru söyləyib təşəbbüs göstərsələr də problemin öhdəsindən gələ bilmirlər. Bunun üçün bu arada əmlak sektorunda və inşaat sektorunda olan bütün həmkarların hamısını gözünüz aydın olsun deyirəm. Cənab Prezidentin sərəncamı ilə 2026-cı il memarlıq və şəhərsalma ili elan edilmişdir. Ümid edək ki, belə bir qurum bizdə yaranacaq. Həmən qurum həm bu sənədsiz evlərə görə cavab verəcək və təşəbbüs göstərəcək. Bu onun performansı olacaq. Həmən qurum inşaat və tikinti sektorunda işləyən insanların, yəni bilirsiniz də burada gizli işlilik var, yəni çox nəhəngdir. Bütün sektorlarda var, yəni tam zəbt eləmək, əhatə eləmək heç bir ölkə müvəffəq olmuyor. Amma inşaat sektorunda bu rəqəm daha böyükdür. Bu belə ifadə edim ki, evinizdə məsəl üçün su krantı damır, usta çağırırsınız, əlbəttə onun qonşudan, tanışdan, bilişdən xidmət haqqısını ödəyirsiniz. Bunu nəzərdə tuturun. Nəhəngdir. Bu həmən dediyim qurularsa, bu qurum bundan da cavab verəcək. Toplanan vergilərdən də cavab verəcək. Planlar hazırlayıb dövlətə, Nazirlər Kabinetinə, Milli Məclisə təkid eləyəcək ki, bizim bu işlərimizi həll edin. Ki, burada daha çox insan çalışsın. Burada bu qədər sənədsiz ev var, bu qədər vergi toplamalıyıq. Belə bir quruma artıq ehtiyac olmaqdan da o tərəfə keçib. Çox ciddi tələbat var. Bir başqa deyişlə, belə deyək, bayaqları qeyd elədiyiniz fermerlərlə əlaqəli bir dəstəkləyirik bu arada bunu. Hər bir fermer bilir ki, Azərbaycanda əməklərini gözdən salmayaq. Kənd Təsərrüfatı Nazirliyi əgər yeni bir fidanlar tələb olunursa, yeni toxumluq heyvanlar tələb olunursa, əlindən gələn köməkliyi eləyir, düzdürmü? Və ya fermerin haqlı olduğu halda hansısa bir qurumla problemi yaranıb. Tutaq ki, Melarasiya ilə, tutaq ki, elektrik idarəsindən. Ola bilər ki, o fermerin kifayət qədər kadrları yoxdur və s. və s. Yenə də Kənd Təsərrüfatı Nazirliyi buna kömək eləyir, doğrudurmu? Eyni qaydada Mərkəzi Bank banklara kömək eləyir. Təbib və Səhiyyə Nazirliyi, baxın, burada 2 dənə qurum var və bizi niyə birin vermirsiniz? Təbib və Səhiyyə Nazirliyi tibb müəssisələrinə bu istiqamətdə kömək eləyir. Amma əhalimizin, muzlu çalışanların 120 min, bu 6,8% deməkdir. Rəsmi çalışanların 120 mini Azərbaycan əhalisinin çalışanlarının inşaat və əmlak sektorunda işləyir. Qeydiyyata alınmayan işçi sayı isə 300 minə yaxındır. 300 minə əlavə olaraq 300 minə yaxındır. Nəhəng bir sayını əhatə edən bir sektorun... Yəni bu sektora da çox lazımdır və çoxdan lazımdır. Hava su kimi lazımdır. Hava su kimi lazımdır. Və deyirsiniz ki, 2026-cı ildə olacaq. Ümid eləyirik. İnşallah.
Və davam edirik 055 203 1103 WhatsApp nömrəmizə siz də suallarınızı ünvanlaya bilərsiniz dinləyicilər və bizim söhbətimiz yetəri qədər bir gəlmiş. Bu vaxta qədər belə maraqlı olmamışdı söhbətimiz. Düz siz bizə bir dəfə qonaq olmuşdunuz, amma bu 2 dəfə hətta görürsüz necə yadınızda qalıb. Deməli mən yadda qalan adamam da özümdə. Və doğrudan çox maraqlı danışırsınız, geniş, aydın şəkildə izah edirsiniz. Çox maraqlı təkliflərlə də yeri gəlmişkən bundan çox məmnunuq. Sənədsiz evlər probleminin həlli yolları nədir? Yəni bununla bağlı hansı təcrübələr var? Nə deyə bilərsiniz? Bununla bağlı acılı şirinli beynəlxalq praktikada təcrübələr çoxdur. Acılı şirinli onun üçün deyirəm ki, bəzi hallarda seçkilərdə qalib gəlmək naminə Türkiyə Respublikasında, Çilidə olub, İtaliyada olub, Sovet vaxtı naxalstroy deyirdilər də, buna dırnaq içində deyək. Rusca gecə qondu deyirdilər. Öz başına tikmə belə bir şey. Bəli, öz başına tikirlər. Amnistiyalar verilir və nəticəni də siz bilirsiniz Türkiyədə nə oldu? Baş verən, son 30 ildə baş verən 2 zəlzələ ki, bunlar heç bir standarta cavab vermirdi. Bunlar hamısı onun nəticəsi idi. Bəli, o vaxtı seçki udmaq naminə ucdan tutmağa bütün şeylərə verilir. Bizim mütəxəssislər olaraq dövlətimizdən istədiyimiz bu deyil. Bizim istədiyimiz odur ki, bu təcrübələrin yaxşı və narahat tərəfləri diqqətə alınaraq ilk növbədə insanların harda ki artıq kənd təsərrüfatına yararsızdır, kənd təsərrüfatı olmaqdan çıxıb gedib o ərazilər. Birinci onu yaşayış məntəqələrinə çevirsinlər. Yenə də biz hal-hazırda sənədli torpaqda evimizi necə tikirik? Gəlib yoxlayırlar, araşdırma aparırlar. Uyğundursa biz inşaatımızı tamamlayırıq, uyğundursa çıxarışımızı verirlər. Eyni qaydada fərz edək ki, burada isə fərq ondan ibarət ki, postfaktium gəlirlər. Gəlsinlər, baxsınlar, şəhərsalma qaydalarına uyğundursa, bunların çıxarışlarını versinlər. Uyğun deyilsə, düzəliş oluna bilirsə olunsun, oluna bilmirsə sökülüb yenisi tikilsin. Burada, yenə deyirəm, başqa bir faktor isə inşaat gedən binalardır, inşaatı bitmiş, artıq yaşayış olan çox mənzilli binalardır. Baxın, əldən çıxan faydadan danışırıq. Heç bu hissəsinə deyinmirik ki, dünyanın bütün kapitalist dövlətləri ilk növbəyə nəyi qoyur? Neyi satmaqda maraqlıdır? Birinci əl evləri. İnşaat gedirsə birinci əl evləri. Mən neyinirəm? O Xruşşovka deyilən mənzil 62 ildir kişi rəhmətə gedib. 62 ildir. Onu 70 il əvvəl tikilən mənzildir. İstismar müddəti də 30-40 il müddətindədir. 2 dəfə bitmiş mənzili stimullaşdırmaq niyə lazımdır ki? Ona kredit vermək niyə lazımdır ki? İstismar müddəti bitib bunun. Stimullaşdırılmalıdır. Birinci əl evlər. Bizim isə qanunvericiliyimiz buradan da başlamaq lazımdır. Burada əl atmaq lazımdır. Bu qanunsuzluqlar niyə görə baş verir? Çünki qanunumuz təəssüf ki, işlək deyil bu istiqamətdə. Bunu işlək vəziyyətə gətirib, digərlərinə amnistiya verib, gələcəkdə təkrarlanmasının önünü kəsmək lazımdır. Önünü kəsmək lazımdır. Bu mexanizm hazırlanmalıdır və tətbiq olunmalıdır. Bir neçə dəfə cəhd olunub, amma təəssüf ki, uğurla nəticələnini görməmişik. Siz dediniz ki, bu Xruşşovka evlər, düzdürmü? İndi bugün yaşayanların sayı da çoxdur əslində elə bir evlərdə. Sabah hər hansı bir dəyişiklik olsa ki, artıq orada təhlükəlidir yaşamaq, düzdürmü? Burada necə olacaq? Yəni, vətəndaş üçün bir şərait yaradılacaq sizcə, yoxsa necə? Nə fikirləşirsiniz bu barədə? Baxın, yoxsa boynumuza qalacaq ki, biz özümüz günahkarıq ki, oradan ev almışıq? Baxın, burada yenə də deyirəm, bizim qanunvericiliyimizdə ciddi şəkildə islahata ehtiyac var və bu üst quruma, nazirliyə bizim ciddi ehtiyacımız var. Elə bu mövzuda davam edəcək olsaq, bu istismar müddətini başa vurur. Amma orada yaşayan insanın o mənzil üstündə mülkiyyət hüququ var. Dövlət belə bir proqram eləyir ki, pilot layihələr, fərdi sahibkarlar gəlirlər, o binaları söküb, onun yerində çox mənzilli bina tikirlər, oradakı vətəndaşı da gətirib, həmən binada yerləşdirirlər, ya da ki, ödənişini verib, onu yola salırlar. Belə bir mexanizm fikirləşib. Bir dənə paralel aparaq, dövlət öz ehtiyacı üçün, məsəl üçün, Nəsimi rayonu ərazisində söküntü işləri aparır.
Bunu hansı şəkildə aparır? Ümumi qiymətləndirmə aparıb 2700 manatdan hər kvadrat metrinə görə ödəniş eləyir. Bu ev yararlıdır, yararsızdır, ona baxmır, sökür eləyir. Ondan biraz o tərəfdə fərdi sahibkar isə sakinlərlə ciddi bir mübarizə içindədir. Bəzi hallarda sahibkarlar bundan sui-istifadə eləyirlər, çünki açıqdır qanun. Deyir ki, onun mülkiyyət hüququ var, ged ondan razılaş. Razılaş sözü ola bilər ki, siz 2 otaqlı, Nəsimi rayondakı 2 otaqlı xruşşovkanıza 150 minə verməyə razısınız, 100 minə verməyə razısınız. Mən isə çıxıb deyirəm ki, mənim mülkiyyət hüququm var, konstitusiyon hüquqlarım var, 1 milyon manat. İndi gəlin, siz bunun tərsini sübut edin mənə. Nəticədə nə baş verir? O sahibkar işinə davam elətdirə bilmir və ya tam tərsi olur, sahibkar vətəndaş incidir. Belə hallarda olur. Odur ki, buradakı bütün boşluq nədədir? Qanunlarda olan boşluqdan. Əlbəttə bir vətəndaş çalışacaq ki, maksimum dərəcədə qiymətləndirmə olsun, bəli. Ayağına düşmüş bir futbol oyununda fürsəti istifadə edir. Hücumçu nə qədər açıq qapıda qalır ki, qapıda heç kəs yoxdur, ayağında top var. Belə fürsət oyunda bir dəfə düşər. Onu da o dəqiqə vuracaq. Əlbəttə ki, o istəyəcək ki, nə vaxtsa heç 10-15 il əvvəl 12-13 min dəyəri olmayan evi, həyət evləri var orada, istismarı çoxdan bitib. Amma siz demiş, indi o misalı gətirdiniz, təbii ki, biz anlayaq deyə, amma ümumi reallıq var da, məsəl üçün, adicə biz ipotekaya evi götürəndə, mən özüm də evi götürəndə, mən o məlumatı aldım ki, məsəl üçün, bu qiymətləndirmə var ha. Mən hətta mənə satan o şəxslə də müəyyən bir razılaşmaya gələ bilmərəm ki, məsələn, sən mənə 80 minə tutaq kimi satırsan evi də, düzdür. De ki, məsələn, yəni bank sektorunda çalışanlara, onlara de ki, 60 minə satırsan. Çünki onun reallıq qiyməti, real qiyməti vardı, məsələn, 80-75 min arası. Sən ondan nə aşağı ala bilərsən, nə də o aşağı sata bilər. Məsələ orasıdır. Burada da indi bu müqayisə eləyəndə yəqin ki, elə bir reallıqlar var ki, onlardan uzağa çıxmamaq özü qanundur. Yəni, yazılmamış qanun. Elə olmalıdır, yazılı olmalıdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında biz niyə görə Amerika Birləşmiş Ştatlarının nümunə çəkirik, Türkiyəni, Əmirliyi, Almaniyanı? Bunlar əmlakda çox ciddi ölkələrdə. Amerika Birləşmiş Ştatlarının prezidenti əmlakçıdır. Yəni, əmlakçıların içərisindən çıxmış dünyanın bir nömrəli insanıdır da, yəni ən güclü insan hesab olunur. Orada belə bir qanunlar var Almaniyada da. Misal üçün götürək, sizin evinizin bazar dəyəri 200 min dollardır. Mən isə onu almaq istəyirəm, çox xoşlanmışam. Siz onu satışdasınız, siz onu mənə 500 min dollara sata bilməzsiniz və ya 100 min dollara sata bilməzsiniz. Hər ikisində korrupsiyadır. Mən təklif edirəm bu söhbəti reklamdan sonra davam eləyək. Çünki görünür ki, hər bir detallara biz toxunmalıyıq sizinlə. Bu da bir hardasa 3-5 dəqiqə vaxt aparacaq. Ona görə gəlin elə reklamlara keçid alaq və sözü yadınızda saxlayın. Bax, birdən mən də onu daram. Çünki özümə də maraqlıdır. Əslində bu sualı mən qoydum ortaya və yaxşı ki qoymuşam. 055-203-1103 WhatsApp nömrəmizə siz də suallarınızı yazın. Biz birazdan qayıdırıq studiyamıza. Biz davam edirik söhbətimizə. Əlbəttə, bir daha qeyd edelim ki, bizim qonağımız Firdovsi Xəlilovdur, marketoloq, əmlak üzrə ekspertdir və bu saatımızda sənədsiz evlərdən və qaçırılan gəlirlərdən danışırıq. Siz Amerikadan bir misal gətirirdiniz yadınızdadsa, gəlin elə oradan da davam edək. Sözümün canı ondan ibarətdir ki, qərb ölkələrində və maqnit olan bir çox ölkələrdə bu qanunla tənzimlənir. Nə tənzimlənir? Siz əmlakınızı ən maksimum halda təqribi rəqəm deyirəm, 10% bahasına, 10% ucuzuna sata bilərsiniz. Siz onu 100-150% bahasına satanda və ya 50% ucuzuna satanda bu artıq korrupsiya halıdır. Bəli, təbii ki. Bəli, o qanunlarla tənzimlənir. Yəni siz deyirsiniz ki, yəni təbii ki, qanunlar olmalı. Yəni yazılmamış qanunla biz çox uzağa gedə bilmərik. Bəli, elədir. Mübahisə sonsuza qədər davam eləyəcək. Narazı qalacaqlar. Tikənlər də narazı qalacaq, evləri sökülənlər də narazı qalacaq və heç vaxt da bitməyəcək. Salam, məncə dinləyici yazır ki, məncə mühafizə zonalarına düşən evlərə sənəd verilməməlidir, orada olan evlər isə köçürülməlidir. Xüsusən dəmir yolu xəttinin mühafizə zonalarında olanlar tez-tez qatar vurmaqla faciələr olur. Yəni buna əsas gətirək həm də deyir. Nə deyirsiniz bu barədə?
Yenə də haqlı bir iraddır. Sadəcə bu köçürmək üçün qaynaq tapılmalıdır. Yer olmalıdır. Bəli, bəli. Təəssüf ki, bir neçə məmurun və bəzən ya məlumatsız, bəzən də məsuliyyətsiz vətəndaşın cəzasını bütün respublika çəkmiş olur. O qaynaqlar da dediyim bu hallardan əldə eləmək olar. Oradan gələn rüsumlar hesabına bu insanları oradan alternativ ərazilərə köçürmək olar, o ərazilərdən çıxartmaq olar. Bu istiqamətdə qanunlar daha da sərtləşməlidir və bir qurumun nəzarətində olmalıdır. Baxın, sənədsiz evlərdə yenə də dönüb dolaşıb gəlib eyni şeyi deyirəm. Sənədsiz evlər dediyimiz şeylərin içərisində, çıxarışsız evlərin içərisində ciddi bir sayı var bələdiyyə sənədi ilə olan evlər. Bəli. Dostlar, bu yaxın günlərə qədər bələdiyyə nətər olur, mülkiyyət hüququ vermir, amma sənəd verir. Mülkiyyət hüququ verən qurum başqadır. Bir işin bir neçə dənə yiyəsi olanda o iş yiyəsizdir. İstər-istəməz suyu istismara açıqdır. Pis niyyəti olanlar və ya məlumatsız olanlar, kifayət qədər məlumatı olmayanlar, işin asanlığına qaçanlar bu yollarla özlərinə yer eləyirlər. Məsəl üçün, icradan cəza ala bilmirdilər, o vaxt icra hakimiyyətləri baxırdı, qaçırdılar bələdiyyəyə. Bələdiyyədən ala bilmirdilər icraya, nəmcək. O bura göndərirdi, bu ora göndərirdi. Göndərmirdi, hamısı özünə çağırırdı. Hamısı özünə çağırırdı ki, gəl mən həll eləyim sənin işi, sənin dərdin, dərmanı məndədir. O daha az nəsə bir əziyyət çəkmiş olurdu, orada daha az xərci çıxırdı, hər nə isə. Nəticədə nə yarandı? Belə bir hərcimək, xaotik vəziyyət. Onun üçün də yenə də bir əldə cəmləşməlidir. Digərləri isə o ələ nəzarət eləməlidir. Məsələn, prokurorluq orqanları, məsələn, vergi öz növbəsində öz tərəfindən nəzarət eləməlidir. Məşğulluq öz tərəfindən nəzarət eləməlidir ki, bəs bu çalışanları nətər eləyək, qeydiyyata alaq. Bu şəkildə olmalıdır. Bir ələ hərə öz istiqamətindən nəzarət eləməlidir. Vətəndaş bir qapını tanımalıdır. Çox maraqlıdır. Çox maraqlı müsahibə mən buna deyirəm. Söhbət deyirəm, diskussiya, fikir mübadiləsi deyirəm. 055-203-1103 WhatsApp nömrəmizə sizin də suallarınız olsa bizə yazın. Bir də ki, fermerlərin açdığı və açacağı, lazım olacağı bir qapı var, o da prior leasingdir. Amma bu qapılardan əlbəttə ki, Azərbaycanın müxtəlif satış nöqtələrində, yerlərində var. O da ki, Gəncə, Quba, Şəki, Cəllabad kimi regional mərkəzlərdə priorun filialları mövcuddur. Texnikalar, əlbəttə ki, texnikalar üçün təklif edilən uzun müddətli zəmanət və servis xidməti yüksək keyfiyyətə əsaslanır. 26 at gücündən 223 at gücünə qədər traktorları sizə ən yaxın prior filialından əldə edə bilərsiniz. Ətraflı məlumat üçün 858 qısa nömrə ilə əlaqə saxlayın. West Hospital tam müasirdir, tibbi texniki bazaya malikdir və həmçinin də 20-dən çox tibbi şöbəsi var. Radiologiya olsun, laboratoriya, ümumi cərrahiyyə, plastik cərrahiyyə, neyrocərrahiyyə, fizioterapiya, endokrinologiya, stomatologiya olsun və həmçinin də müasir standartlara cavab verən rəqəmsal rentgen, kompüter tomografiya, maqnit rezonans tomografiya cihazları ilə fəaliyyət göstərir West Hospital. Qısa nömrə ulduz 7606-dır. Inline su filtrləri işdə də istifadə edirik, çünki baxma, aparıcıyıq, proqram aparırıq, səsimizi qoruyuruq, sağlamlığımızı qoruyuruq və xəstəliklərdən, viruslardan inline su filtrlərindən həmin suyu keçirdikdən sonra artıq qəbul edə bilirik. Siz də belə edin. Və yeri gəlmişkən daha bir sual var deyəsən. Aha. Bir dinləyici yazıb, bilmirəm, bayaqdan dinləyirdi, yoxsa yox, yazıb ki, salam, bu bələdiyyə sənədli evlərin aqibəti necə olar? Belə bir sual ünvanlayıb. Nə düşünürsünüz bu barədə? Bələdiyyə sənədli evlərin aqibəti də bunların ciddi bir hissəsi həlli nisbətən rahat olan variantlardır. Dövlət fondunda olan torpaqlar da bölünüb verilib bələdiyyələrə, bələdiyyələr isə onu mülkiyyət hüququ vermədən satıblar. Əgər o həmən bələdiyyə sənədli yerə başqasının çıxarışı yoxdursa, başqasının da bələdiyyə sənədi yoxdursa,
və ya hansısa yenə də mühafizə zolağına düşmürsə, gərginliyin altı deyilsə, bunun həlli çox asandır. Yəni o 2 dəfə cəhd olunub bu portal vasitəsilə vahid pəncərə ki, dövlət çalışır ki, məmur vətəndaş təmasını azaltsın neqativ hallara yol verilməmək üçün 2 dəfə cəhd olunub. Ümid edirik ki, 26-cı ildə bu portal nəhayətində işə düşər. Vətəndaşlar oradan əlindəki bələdiyyə sənədləri vasitəsilə və ya kənd təsərrüfat təyinatlı torpaq çıxarışı vasitəsilə müxtəlif orderlər, kötük sənəd deyirlər dırnaq içində. Bunlar vasitəsilə müraciətlərini yerləşdirərlər. Təşəkkür edirik və son olaraq hər hansı bir tövsiyəniz varmı bizim dinləyicilərə, vətəndaşlara, həm mövzumuza dair, həm də belə? Son söz sizindir, yəni. Buyurun. Fərdi yaşayış evi tikən vətəndaşlara şiddətli tövsiyəmiz ondan ibarətdir ki, bundan sonra artıq sənədsiz torpaqların hansısa yollarla sənədlərinin alınması bundan sonra deyirəm, yəni postfaktum xeyli çətinləşəcəyinə bənzəyir. Odur ki, aldanıb, hansısa bir vəsaitə aldanıb, çıxarışsız yerlərdə müxtəlif vasitələrlə tikinti aparmamağa çalışın. Mümkünsə nisbətən baha, qoy sizin 10 sot həyətiniz olmasın, olsun 3 sot və orada evinizi orada tikin. Sənədli torpaqda tikin, nəinki 10 sotda geniş həyətdə, sənədsiz yerdə. Çünki bilmirsiniz ki, o torpaq nəyindir, kimindir, bəlkə kimin sonra çıxarışı var, bəlkə ora kiminsə mübahisəsi var, bəlkə ümumiyyətlə ora sənəd ala bilməyəcəksiniz. Odur ki, bu yollardan qaçınmağı tövsiyə edirəm. Və nə qədər problemlər olsa da, nə qədər bu barədə ətraflı danışsaq da, proqramımızın sonuna yaxın mən istəyirəm belə bir arzulayım ki, bax, həm o sənədsiz evlər inşallah ki, hədiyyə olaraq yeni ildə artıq sənədli evlərə çevrilsin, ya da heç olmasa hər kəs arzulamaq olar ki, yeni ili sənədli və sənədsiz evinizdə nə də olsa deyir, xoşbəxt keçirəsiniz. Bunu arzulamaq olar. Yeri gəlmişkən dinləyicimizdən əslində vaxtımıza çox az qalıb, amma bir fikir də eşidək, səsli mesaj göndərilib və yəqin ki, birazdan sağollaşırıq. Mən bu ev sökülmələrinlə bağlı bir şey demək istəyirəm. Mənim dayım, 2 dənə dayım Papanində yaşayırlar, eyni həyətdə yaşayırlar da belə. İndi həmin oralar tamamilə düşüb plana, sökülüb hər yeri. Bir dənə orada 6-7 ev qalıb belə. Onlardan biri də dayım birinin evidir. Deməli, bir dəfə yeni bu söhbət düşəndə gəlib ölçüblər. Evin sahəsi çıxıb 450 kvadrat metr. Sonra gəlib ölçüblər, çıxardıblar 330 kvadrat metr. Nəysə, biraz bunun üstündə söhbət uzanıb. Yəni, 120 kvadrat kəsiblər. Sonra da şirkət bunları məhkəməyə verdi. Məhkəmədə iş, qərar çıxdı ki, təzədən ölçülsün. Gəldi, yenə ölçüldü, ora-bura. Axırda şirkət getdi, öz şirkətini geri götürdü. İndi də yenə elənçi söhbət qalıb elə, uzun-uzun gedirlər. Həmin ətrafı nə qədər o evlər var, hamısı sökülüb, dağılıb, yollar bərbad gündə. Bir dənə, elə ki, dayı ilə gedən bir dənə yol var idi, o da bərbad haldadır. Orada düz kənarından bina tikiblər. Binanın da ətrafı o təməl olan ərazisidə bir o bölgə çökür, yavaş-yavaş yol da orada məhv olur, gedir. Yəni belə bir şeydir. İndi bax, bundan hansı qanunla, məsələn, qanunda hansı üstünlüklər var, məsələn, bu ev yiyələri barədə, ev yiyələri tərəfində? Vaxtımıza az qalsa da istəyirəm sizdən heç olmasa deyir, nəsə eşidək Firdovs bəy, nə deyə bilərsiniz bu barədə? Vətəndaşın səsləndirdiyi bu boşluqlarla əlaqəli olan bariz nümunədir. Əgər vahid bir qaydalar olsaydı, məsələn, hal-hazırda yazılmamış qayda var ki, sökülən ev üstəgəl 20%-ni orada mənzil verirlər və ya aralarında razılaşıb dəyəri ödənilir. Ölçümləmələr vaxtı da baxın, belə bir mübahisələr yaranır. Bunun üçün də bu mexanizmlər dəqiqləşdirilməlidir. Hamı dəqiq bilməlidir. Harada başlayıb, harada bitdiyini, kimin haqqı hara qədər olduğunu bilməlidir. Amma bugün burada olmağınız
həm sizin haqqınız idi, həm də sizin burada olma bizim haqqımız idi. Çox sağ olun ki, gəldiniz, ətraflı məlumat verdiniz bizə. Çox xoş idi sizdən. İnşallah növbəti proqramlarda yenə eşidilməyə ümidi ilə. Mənə elə gəlir ki, sizə 2 saat ayırmaq lazımdır. Çox sağ olun. Buyurun, son olaraq sağollaşırsınızsa, buyurun əlbəttə ki. Təşəkkürlər, xoş illər arzulayıram hər birinizə. Hələlik dinləyicilər, yenə də eşidilmək ümidi ilə hələlik deyirik.